İnsanın islahı iki cür mümkündür. Yunan filosofları deyirdilər ki, insan özünü islah etmək üçün ağıl yolu ilə islah eləyə bilər. İnsan bir oturub düşünməlidir, təfəkkür eləməlidir. Məndə hansı pis xüsusiyyətlər var, mən bu pis xüsusiyyətləri bir özümdə tapmalıyam və bunu özümdən dəf edilib, bunun əvəzində gözəl xüsusiyyətlərlə vəsf olunmalıyam. Ağıldan özünü oturub hər mühasibə etməlidir, təhlil etməlidir, nəzarət altında saxlayıb özünü islah etməlidir. Məsələn, məndə deyək ki, simiclik var, bu pis xüsusiyyətdir, bunu mən səxavətlə əvəz etməliyəm. Qorxaqlıq var, pis xüsusiyyətdir, bunu mən şücaətlə əvəz eləməliyəm. Bu bir yoldur. Bu biz nəyə bənzəyir? Bu ona bənzəyir ki, sən dəmir qırıntıları tökülüb torpağın içindən bir o dəmir qırıntılarını başlasan təmizləməyə. Bu zaman istəyir, səbir istəyir, vaxt istəyir, diqqət istəyir. İrfan əhlinin, irfan alimlərinin başqa bir tövsiyəsi var. Bunlar deyir, ən yaxşı islah yolu İlk növbədə ustadı tapmaqdır. Əgər ömrün yarısını sərf eləyəsən ustadı tapmağa, yolun yarısını getmirsən. Mənəviyyat ustadı tapandan sonra deyir, qəlbinin deyir, ipini at onun sevgisinin boynuna. Tabi ol ona, sev o mənəviyyat ustadı, o səni islah eləyəcək, səni düzəldəcək. Ona görə də buna deyirlər, iksir, məhəbbət iksiri. Qədimdə kimyagerlərin belə bir düşüncəsi olub ki, bir maddə var, bu maddə ilə mümkündür ki, istənilən metalı qızıla çevirəsən. O maddəni başlayıblar axtarmağa, əfsanəvi bir maddə kimi. Şairlər də buna həmişə iksir deyərlər, o maddə iksir ki deyərlər. Şairlər şeirlərində məhəbbəti iksirə bənzədiblər. Niyə? Çünki məhəbbət insanı bir anda mümkündür dəyişdirsin, islah eləyə bilsin. Adi həyata baxıb, məsələn, görürsən, normalda bir dənə toyuq balaca bir səsə hürkür qaçır. Amma o sabah yumurtalarının cücələri, balaları çıxanda bir təhlükə olanda qaçmır, qorxmur. Bu dəfə neyinir? Qanatlarını görsən yerə sürtə-sürtə hücum eləyir həmin o təhlükənin üstünə. Bunu ona gətirən nədir? Həmin o balalarına olan məhəbbətdir, eşqdir. Məhəbbət bu cürdür. Məhəbbət insanı islah eləyə bilər. Nə cür islah eləyə bilir? İnsan aşiq məşuquna bənzəməyə çalışır. Aşiq həmişə çalışır ki, məşuqu kim olsun, məşuqunun istəyinə uyğun olsun. Ona görə də Allahı sevən birisi, Peyğəmbəri, Əhl-i Beyti sevən birisi Allahın, Peyğəmbərin və Əhl-i Beyt imamlarının istədiyi kimi olmağa çalışacaq. Məhəbbətdə bir itaət var, eşqdə bir itaət var. Quran-ı Kərimə də baxın, Allah Teala nə buyurur? Qul in kuntum tuhibbunallah. De, əgər siz Allahı sevirsinizsə, fəttəbi'uni, mənə tabi olun ki, yuhibbukumullah, Allah da sizi sevsin. Tabeçilik var, bir itaət var. İmam Cəfər Sadiq əleyhissalama nisbət verilir bu şeir ki, İmam Cəfər Sadiq əleyhissalam buyurdu ki, Təsil ilah və əntə tuzhiru hubbəh. Sən Allaha asi çıxırsan, amma halbuki onu sevdiyi iddia eləyirsən. Həzə lə'umri fil fiali bədi'u, and olsun ki, bu çox dəhşətli bir əməldir. Ləv kənə hubbəkə sadiqən ləətə'təhu. Əgər sənin sevgin doğru olsaydı, Allaha itaət edərdin. Niyə? İnnel muhibbə limən yuhibbu muti'u. Çünki sevən həmişə sevdiyinə müti olur, itaətkar olur. Əli əleyhissalamın sevgisi insanı islah eləyə bilir. Bu sevgi biz nəyə bənzəyir? O bayaq dedi ya, nəfsin islahında bəzilərinin bənzətdiyi ki, torpağın içindən dəmir zərrəciklərini təmizləmək istəyir. Amma eşq həmin o maqnitdir. Yaxınlaşdırsan o torpağa, onun içindəki bütün dəmirlərini necə çəkəcək özünə. Bir anın içində təmizləyəcək torpaqdan o dəmir parçalarını, zərrələrini. Bir anın içində mümkündür, bax, Allah sevgisi, Peyğəmbər və Əhl-i Beyt sevgisi bizi düzəltsin. Bir hədis-i şərifdə buyurulur ki, Hubbu Ali həsənətun la tadurru ma'ha seyyiə. Əlini sevmək elə bir gözəllikdir ki, heç bir pislik ona zərər verə bilməz. Bəziləri bunu bu cür başa düşür ki, yəni Əli əleyhissalamı sev, sonra get nə istəyirsən elə, yox, belə deyil. Biz dedik axı, sevənlə sevilən arasında müşabihə, bir oxşarlıq olmalıdır, bir bənzərlik olmalıdır, mütilik olmalıdır, itaət olmalıdır. Sən dildə denən Əlini sevirəm, əməlin Yezid əməl olsun, Muaviyə əməl olsun, filanın əməl olsun, ziddiyyət, sənin əməlin, sənin sözü inkar eləyir. Bu hədis bu cür izah olunur ki, Əlini sevmək elə bir gözəllikdir ki, heç bir pislik ona zərər etməz. Çünki Əlini sevən, Əlinin aşiq olan yalan danışmaz, xəyanət eləməz, insanların haqqına gözünü dikməz, kimisə zülm etməz, kimisə incitməz, kimisə söyməz, acılamaz.
şücaətli olar, insanlara yardım edər, dəstək olar, köməklik göstərər. Və Əlinin sevgisi bu cürdür. Sən heç bir pisliyə imkan verməz gəlsin sənə. Allah Teala bizi Peyğəmbər və Əhl-i Beyt sevgisindən heç zaman ayırmasın inşallah.